Hər vaxtınız xeyir olsun, gözəl izləyicilərimiz. Bugün hazırladığım belə bir gözəl, yaz ətirli, möhtəşəm bir trenddə olan tortu sizlərlə də bölüşürəm. İnşallah bu videomdan da yararlanarsınız və dəstəyinizi əsirgəməzsiniz. İndi isə keçək torta. Hamılar tortu axşamdan yığmışam, üzərini qanaşlamışam. Bir neçə saat soyuducuda qaldıqdan sonra üzərinə yenidən yüngül krem çəkmişəm. Gördüyünüz kimi hətta izləri də qalır. Sonra isə üzərinə ana kremini çəkirəm. Kremə də bir damcı sarı rəng vurmuşam. Biraz rəngi gördüyünüz kimi sarıya çalır. Bu sizin özünüzdən asılıdır. Tortun diametri 20'dir, hündürlüyü 14 cm-dir xanımlar. Yəni ölçü özünüzdəndir. Çəkisi 2 kilo 200'dür. Vanilli biskvitdir. İçərisinə də qovrulub doğranmış qoz ləpəsi, şokolad tikələri, karamelli sos və plambir kremdən istifadə etmişəm. Bütün xırdalıqları xanımlar deyirəm ki, siz də əziyyət çəkməyəsiniz. Xahiş edirəm, siz də videonu axıra qədər izləyin ki, bütün suallarınıza demək olar ki, videonun içərisində cavab verirəm. Düzdür, vaxt tapdıqca özüm də cavablandırıram. Kənarlarına kremi spatula ilə yaydım. Sonra gördüyünüz kimi şpatellə hamarladım. İndi isə üzərindəki üst kremini götürürəm. Belə bir ucluqdan, ulduz ucluğundan istifadə edirəm. Çünki mənim ucluqlarımın xanımlar nömrəsi yoxdur. Bu barədə sizə heç bir izahat verə bilmərəm. AliExpress'dən almışam. Naburun içində heç birinin nömrəsi yoxdur. İşlətdiyim isə ulduz formasındadır. Kənarlarına da dalğavari gedirəm. Biraz da tortumuza gözəllik qatsın, hündürlüyü versin. Həmişə də vurğulayıram ki, çalışın tortlarınızı xanımlar axşamdan yığın, səhərə qədər soyuducuda qalsın, sonra üzərində işləməkdə rahat olsun. Bununla da xanımlar razılaşmadım. İndi isə keçdim kənarlarını belə bir xırda spatula ilə dalğavari getməyə. Budur, belə bir aval oldu. Üzərinə yazısını yazdım, yapışdırdım. Xırda güllərdən istifadə edirəm xanımlar. Bu xırda güllər məndə sünidir, təbii gül deyil. Əgər varsa, bağınızda, baxsanızda dərib təbiidən də istifadə edə bilərsiniz. Sonra isə belə pambıq güllərdən istifadə edirəm. Bu ilin trendidir xanımlar. Siz də hazırlayın. Gördüyünüz kimi çox da gözəl, möhtəşəm görsənir. Və tələsmədən hər bir tərəfinə rəngbərəng vururum. Mən burada biraz sirenovi, yasəmən gülü rəngdə, sirenovi, rozvoy, ağ rənglərdən istifadə etdim. Gül mağazalarında satılır xanımlar. Təbii güldür onlar. Yəni siz də alıb güllərinizə belə bir gözəl dekorlar vura bilərsiniz. Sizdən də təvəqqə edirəm ki, xanımlar, videolarıma axıra qədər baxın, xahiş edirəm. Bütün suallarınızı yazın, vaxt tapdıqca cavab verirəm. Fikirlərinizi bölüşərək kanalıma dəstək olun. Dəstəyinizi əsirgəməyin. Mən də baxım, qürurlanım, sizin üçün gözəl-gözəl videolar çəkim. Allaha əmanət olun. Yeni videolarda görüşənə qədər hələlik.